Öyrəşmişik ki, bu vaxtlarda dəniz sahilində iğnə atsan yerə düşməzdi. Çoxlu insanlar olardı. Hər gün axşam çiskinli yağış. Artıq yayın ilk ay geridə qalır, amma hələ də obyektlərdə, dənizkənarı obyektlərdə durğunluq müşahidə olunur. Bəli, ölkədə davam edən qeyri-sabit hava şəraiti, yağışlı küləkli havalardan sonra dəniz sahilinə gələn vətəndaşların sayında azalma var və bu da təbii ki, obyektlərə və onların qazancına təsir göstərir. Mən 15 ildir bu obyekti işlədirəm. Bizim obyektimiz bu vəziyyətdə olmamışdı. 6-cı ay biz obyektimizdə insan izdihamı yaşanırdı, bir sözlə belə desək. Amma indi bizim obyektdə özünüz gördüyünüz kimi cəmi 4-5 dənə müştərimiz vardı. Bunun da səbəbi əslində qeyri-havası şəraitin keçməsidir. Yəni yağışlı, küləkli, hər gün axşam çiskinli yağış. İlk dəfədir gəlirsiniz bu il yoxsa? Birinci gündür, birinci dəfədir. Biraz hava yaxşı oldu da yağışlar keçdi. Gəldik dəniz havası almağa. Su istidir artıq yoxsa? Elə də isti deyil hələ ki, hələ biraz sərindir. Normalda bu vaxtlar artıq isti olurdu. Da indi keçən il bundan fərqli idi yəqin ki, hava şəraiti. Yağış yağsa bura kim gələr ayda məsələdir. Yəni isti olsa, günəş çıxsa, filan külək olmasa hamı gələcək də yəqin ki. Adam az olduğuna yəqin ki, havaya görə də bir adam az. Normalda bu vaxtlarda burada millət olardı. Ədəb çox olardı. 3 ay müddətinə biz nəzərdə tutmuşuq ki, bir müəyyən qədər problemlərimizi həll eləyərik. 3 ayın 3də 1-i gedib, yerdə qalıb 3də 2-si onadır ki, Allah kərimdir, nətər olacaq Allah bilir də. Obyektlər var ki, icarədədir, icarədar götürüb 60 min, 80 min, 40 min, 10 min verib götürürdü pulunu. Amma bu hava şəraitində hal-hazırdakı vəziyyətdə ziyandadırlar. Zaten bu götürən adam bu 3 ay müddətinə nəzərə alır ki, 3 ay müddətinə bütün problemlərini həll eləyəcək. Yerdə qalan 9 ay müddətinə özünə işləyəcək. Amma hal-hazırdakı vəziyyət, yəni o problemləri həll eləyəcək vəziyyət deyil. Hava şəraitinin bəzən davamlı qeyri-stabilliyi həmin bizneslərin gəlirlərinin azalmasına, müştərilərin sayının azalmasına gətirib çıxarır və nəticə etibarilə də xərclərin stabil qalması fonunda gəlirlərin azalması həmin bizneslər üçün problem yaradır. Növbəti ildə təbii ki, bu faktorları nəzərə alan sahibkarlar qiymət siyasətində daha yüksək qiymət təyin edərək riskləri kompensasiya eləməyə çalışırlar və buradan da uduzan həm də müştərilər olur. Təkcə sahibkarlar yox, həm də müştərilər prosesdən zərər çəkir. Bu baxımdan sahibkarlar bu riskləri nəzərə almalıdır, çalışmalıdırlar ki, məhz hava ilə əlaqədar riskləri minimuma yendirmək üçün restoran, iaşə xidmətləri, qapalı əyləncə xidmətləri, dənizə girmək mümkün olmayanda hovuz xidmətləri ilə gəlir itkisini minimuma salsınlar.